bəzən endoprotezi göstəriş olanda da xəstə deyirəm ki, endoprotezdən sonra gələcəksiniz yanıma, digər oynaqların hərəkət toxunu düzəldəcək ki, siz rahat gəzə biləsiniz. Çünki bu əməliyyatla sizin ağrılarınız kəsilməyəcək. Ağrıların kəsilməsi üçün digər oynaqların da hərəkət toxu düzəlməlidir. Onurğanın dayaq nöqtəsi düzəlməlidir, düzləşməlidir ki, xəstə öz rahatlığına qovuşsun. Bəzən elə bilirlər, əməliyyat elədim, sağaldı, getdi. Bir gözəl koksartroz müayinəmiz var, rengenoloji. Biz də gələn verilişimizdə inşallah mən onu təqdim eləyərəm. Onun üzərində bir ekranımız da var, elə gözəl. Burada təqdimatını eləyərik. Görün, adi anadan gəlmə bu çıxığı ucbatından insan müraciət edib endoprotez əməliyyatına. Endoprotez əməliyyatı çox uğurla gözəl endoprotez əməliyyatı olunub. Amma təxminən 60 yaş civarında insan, ömür boyu bu çıxığı ilə yaşamış insanın digər oynaqları da, digər bu çanaq oynağı, diz oynağı da əyilib, bəli, ona görə özünü qurub. Hətta sümüklərdə belə nisbətən əyilmələr var. Sonra adaptasiya çətin olur, doktor. Çox, yaşından asılıdır. Yaşdan asılıdır və dərhal müraciətdən asılıdır. Əməliyyatdan dərhal sonra müraciət eləsəydi, bəli, onu qurtarmaq olardı. Amma o halda xəstəni qurtarmaq mümkün olmadı. Çünki endoprotez oynaq əməliyyatından 3-4 il sonra müraciət eləmişdi və həmin müddətdə də artıq digər ətrafda diz oynaqları tamamilə dağılmışdı. Hərəkət toxu digər tərəfə əyilmişdi. Burada artıq 2-3 dənə əlavə əməliyyatlarsız o xəstəni qurtarmaq mümkün deyil.